bir neçə ay öncə dopamin siqareti tərk etməyi ilə bağlı bir video paylaşmışdı. Videonu izlədim və həmən özümdən asılı olmadan siqareti qoydum kənara. Heç kimə də söz verməmişəm. Son günlər siqareti tərk edənlərin sayı artmaqdadır. Düşünürəm ki, bu çox əladır. Siqaret həm də pis vərdişdir. Bəzən vərdişləri başqa bir vərdişlə əvəz edirsən. Şəxsi fikrimdir, siqareti rahatlıqla tərk edə bilən adam ən yaxın dostunun üzərinə rahatlıqla xətt çəkə bilər. Bu hal təbii ki, hər yaşda formalaşmır insanda. Məsələn, vaxt var idi, düşünürdüm ki, mən siqareti niyə atmalıyam ki? Çəkirəm də, heç zaman atmayacam. İndi isə mənə zərər gətirən, istənilən hər şeyin, hər kəsin üzərindən xətt çəkə bilərəm. Kaş bunları 20 il qabaq dərk edə bilsəydim.